Müharibənin sonu İsrailin əlində deyil. Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi deyib. Xəbərdarlıq etmişdik. Elə bir yola girmisiniz ki, sonu sizin əlinizdə deyil, Əzizi qeyd edib. İranın ali lideri Əli Xamenei paytaxt Tehranda deyil, o təhlükəsiz yerə köçürülüb. Bu barədə Reuters məlumat verib. İranın Qum şəhərində nüvə obyektinə hücum edilib. Bu barədə Telegram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail Müdafiə Naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. İranda çoxsaylı hədəfə yönəlmiş sui-qəsdlər həyata keçirilib. Bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, hər bir raket müəyyən bir hədəfə yönəldilib. İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə də hücum edilib. Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığında zərbə indirilib. Məlumatı İsrail mediası yayıb. Hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, hadisə strateji əhəmiyyətli zonada baş verib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla indiyə qədər İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib. Bu barədə İsrail mediası məlumat yayıb. İrana qarşı hərbi əməliyyatlar aylarla davam edə bilər. Bu barədə anonim İsrail rəsmisi Channel 12-yə danışıb. Onun sözlərinə görə İsrail bu əməliyyatda tam gücünü səfərbər edib və ABŞ İsraillə eyni cəbhədə yer alır. Mənbə əlavə edib ki, əməliyyatın ilkin mərhələsi 4 gün davam edəcək. Birləşmiş Ştatlar İrana qarşı geniş micaslı hərbi əməliyyatlara başlayıb. Bu barədə ABŞ prezidenti Donald Trump məlumat verib. İranın hərəkətləri ABŞ, Amerika qoşunları və xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Trump ABŞ-ın İranın raketlərini məhv edəcəyini və raket sənayesini yerlə bir edəcəyini bildirib. Məqsədimiz İran rejimindən qaynaqlanan təhdidləri məhv edərək Amerika xalqını qorumaqdır, prezident Donald Trump bildirib. İsrail mediası İranın baş qərargah heyətinin məhv edildiyini yazır. Məlumat rəsmi şəkildə təsdiq olunmayıb.